Bələdiyyə torpağını necə əldə etmək olar? İlk olaraq torpaq sahəsinin yerləşdiyi ərazi üzrə müvafiq bələdiyyəyə ərizə ilə müraciət etməlisiniz. Ərizədə torpağa hansı hüquqla, yəni mülkiyyətə və ya icarəyə verilməsini istədiyinizi və hansı məqsədlə istifadə edəcəyinizi, məsələn, fərdi yaşayış evi tikintisi, kənd təsərrüfatı fəaliyyəti və sair qeyd etməlisiniz. Bələdiyyə ərizənizi qəbul etdikdən sonra torpağın ayrılmasının mümkünlüyünü araşdırır. Zərurət olduqda aidiyyatı üzrə İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin rəyi alınır. Ərizəyə 15 gün müddətində baxılır. Torpaq sahəsinin təyinatı ərazinin yer quruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olmalıdır. Həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olmamalıdır. Torpaq, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməlidir. Əgər torpaq sahəsinin ayrılması mümkün deyilsə, imtinanın səbəbləri göstərilməklə sizə əsaslandırılmış cavab göndərilir. Müsbət qərar verilərsə, növbəti mərhələyə keçid olunur. Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları əsasən açıq torpaq həracları və ya müsabiqələr yolu ilə əldə olunur. Xüsusi hallarda isə torpaqlar birbaşa satılır və ya icarəyə verilir. Həmçinin bəzi kateqoriyalar üzrə güzəştli əsaslarla ayrılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istifaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Bələdiyyənin ərazisində daimi yaşayan və ən azı 5 il həmin ərazidə qeydiyyatda olan vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi birbaşa satıla bilər. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpaq dövlətin mülkiyyətinə və ya icarəsinə verilə bilər. Azərbaycan Respublikasının prezidenti tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrində istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsi isə fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Bundan başqa, bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi mümkündür. Sadalanan hallar istisna olmaqla qalan bütün hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq həracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Hərraca çıxarılan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərti ilə bazar qiyməti nəzərə alınmaqla qiymətləndirici tərəfindən müəyyən edilir. Torpaq hərrac yolu ilə əldə olunarsa, hərracda qalib gələn şəxslə 20 gün ərzində müvafiq müqavilə imzalanır. Əgər torpaq birbaşa satış yolu ilə verilirsə, bu zaman 60 gün ərzində ödəniş edilməli və müqavilə bağlanmalıdır. Əks halda verilmiş qərar ləğv edilir. Qeyd edək ki, qanunvericiliyin tələbinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq rəylərin verilməsi 2017-ci il yanvar ayının 1-dən etibarən müvəqqəti dayandırılıb. Biz sizə bələdiyyə torpaqlarının əldə edilməsi üçün əsas mərhələlər və qanunvericiliyin tələbləri barədə məlumat verdik. Daha ətraflı məlumat üçün yerli bələdiyyənizə müraciət edə bilərsiniz.